Əllərim, qollarım keyir, yuxum pozulub, başımda ağrılarım var, yaddaşım əvvəlki kimi deyil deyə çox müraciətlər gəlir. Əslində beyin qan dövranının pozulmasının bir neçə səbəbləri var, amma kökündə dayanan səbəblərdən biri məhz boyun osteoxondrozudur ki, sinir kökləri sıxıldığına görə başda, boyunda, çiyində ağrılar, əllərdə, qollarda keyimə, yuxunun itməsi, yaddaşın pozulması kimi hallara gətirib çıxara bilər. Bəs necə eləyə bilərik ki, bu halların yaranmasının qarşısını alaq? Bunun üçün bizə lazım olacaq üçlü proqram halında məhsullar ki, gördüyünüz lesitinli beyin kalsiumu yaddaşı yaşlılaşdıracaq, yuxunu normaya salmağa kömək edəcək, xroniki yorğunluqdur, panik atak hallarıdır, tez yorulma hallarıdır, beyin qan dövranının pozğunluğudur, zamanla aradan qaldırmağa kömək edəcək. Qeyd edim ki, məhsul qida əlavəsidir və iyonlaşmış şəkildə olan kalsiumda fermentasiya olunub, yəni insan orqanizmasına heç bir əks təsir yoxdur və çöküntü vermir. Əgər panik atak, təngi nəfəslik, boğulma və keyimə uyuşma kimi problemlərimiz varsa, qarşısını almaq üçün təbii kinesterma tərkibli məhsul bizə lazım olacaq ki, təbii antioksidantdır. Damarları genişləndirir, qan dolaşımını sürətləndirir və xroniki yorğunluq hallarıdır. Panik atağın verdiyi bir neçə fəsadlar var ki, təngi nəfəsli, boğulma hallarının qarşısını almağa bizə kömək edəcək. Hər iki məhsul bioloji aktiv qida əlavəsidir. Profilaktik məqsədlə vaxtında istifadə olunduğu halda gələcəkdə osteoxondroz, yaddaşsızlıq kimi problemlərin yaranmasının qarşısını ala bilərik.